Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir və biz hamımız bu yolda el-ele verib çalışmalıyız. Dünyada ülkeler var. Birbirinden geçen. Doğma yurdum, şen diyar. Çemenlerin renk. Sen her yerden güzelsin. bir ışıklı əməlsən. Qoy dolanın başına. Torpağına, daşla. Qurbandır canım mənim. Azerbaycanım benim. Babəkin çoğunu. Vətəni odlar eli. Senin sahillerinde. Xəyallara dalmışam. Axır çinarlarına. Çınar tək ucalmışam. İmanım benim. Azerbaycanım benim. Senin əzəmətini dünyada təksən. Yukarını dağlarda. Daha yüksək sanıram. Ölməz ansağım mənim. Azerbaycanım benim. Doğma yurt. Ne seni? Kucağında nə yoxdur? Xəzinənə çatası. Zəncir xəzinə yoxdur. Sənsən bu yeryüzünün. Ən nadir məmləkəti. Millətimin şöhrəti, arzum, gümanım mənim. Azerbaycanım benim. Dünyanın denizleri, yolları az değil. O qədər gölləri var. Düz qayıtla il bəyim. Fəqət deyil, hansı göl? Gözəldir göy gölün çay. Hansı dənizdir qəşəng? Mənim xəzərim kimi. Od yanır. Deyil, Hals şəhəri, mənim şəhərim kimi. Açmış ocağında. Arzum, hissim, niyyətim. Get işitmə günlərə. Azər, cümhuriyyətim. Bugünündə sabahın. Daha da, mutludur. Dünya bunu bilir ki, Gələcəyin nurludur. şanım mənim. Azərbaycanım mənim. Gözünün aydın cənnətlə, yarın Azərbaycan Cümhuriyyətini elan edilir. Gördüğüm yukarıda denizin sahiline yazmışam adını. Gözlerdeki yaşlara, üzlerdeki gülüşe yazmışam adını. Tuttuğum dostlar ile Azerbaycan eline yazmışam adını. Geçmişe geleceğe azadlık isteğime adını yüreğime yazmışam. Dağılmış evlerime, sönmüş ışıklarıma, yarımcık divarlara yazmışam. üç renkli istiklal bayrağını göçlerinde gezdiren buradaki vatan ailesi bizlerden, orada her cüre korku ve tezlik altında kalpleri istiklal eşkiyle çırpınan azadlık ailesi sizlere candan selamlar gönderir. 28 Mayıs istiklal kurbanlarının aziz ruhları huzurunda hürmetle eğilir ve her iki tarafı birleştiren milli büyük hasreti şairin beytiyle dile getiririm. Sen bizimsen, durdukça bedende can, yaşa, çok yaşa, ey şanlı Azerbaycan. Üç renkli